Salam, əvvəlki videolarımda vurmanın paylama xassəsini mən keçib izah etmişdim. Bu videoda isə vurmanın asan üsulu ilə, səmərəli üsulu ilə hesablanılmasını izahını verəcəm. Gördüyünüz kimi misal yazmışam. 76 vurulsun 7 üstəgəl 76 vurulsun 3. Deməli, bunu müxtəlif üsullarla hesablaya bilərik təbii ki. Məsəl üçün 76 vurulsun 7 mötərizə içərisində yazarıq. Yəni belə bu şəkildə cavabları ayrı-ayrı hesablayıb aldığımız cavabları toplaya bilərik və nəticədə cavabı ala bilərik. Amma bunun asan yolu nədir? 76 olduğu kimi durur yerində, vurulsun 7 və 3-ün arasında toplama olduğuna görə biz bura toplama yazırıq. Əgər vurmadısa vurma, çıxmadısa çıxma yaza bilərik. Yəni sadəcə deməli bu şəkildə yazandan sonra 76 yerində olduğu kimi qalır və hər zaman olduğu kimi biz mötərizənin içini hesablayırıq ilk əvvəl. Mötərizənin içərisini hesablayanda isə 7 üstəgəlsin 3 cavab edir 10 bərabərdir. 76-nı da 10-a vuranda eləyəcək 760. Bilirsiniz ki 10 rəqəmini istənilən ədədə vurarıqsa həmin rəqəmin yanına sadəcə bir ədəd 0 artırılır. Məsəl üçün əgər 10'u 10 vurulsun 10 dursa, burada 10 olduğu kimi yazırıq. Buradakı 10'un sıfırını da buraya yazırıq. Yəni cavabımız eləyir 100 və yaxud da deyək ki 46'nı vururuq 10'a bərabərdir. Biz neyəcək? 46 olduğu kimi durur. Sıfırı da yazırıq 46'nın yanına. Videoları qoymur çəkməyə. Daha sonra gördüğünüz kimi asan üsulu ilə cevabı aldıq. Bunu vurma və toplama idi. İndi mən digər misalı göstərəcəm sizə. Məsəl üçün 5 vurulsun 83 o da vurulsun 2 bərabərdir. 83 olduğu kimi qalır. Vurulsun. Mötərizə içərisində kiçikləri vururuq ki daha asan hesablaya bilmək üçün. Yəni 83'ü 5'ə vur, sonra 2'yə vur. Uzun-uzadı alınacaq. Ona görə biz nə edirik? Bərabərdir 83 vurulsun. 5'i də 2'yə vuranda mötərizənin içərisini hesablayırıq. Axı ona görə 10 eləyir. 83'ü də 10'a vuranda dedik ki 0 gəlir yanına sadəcə və aldığımız cavab. Baxın bu şəkildə rahat hesablaya bilərsiniz.